Molla yaxınlarına xəbər verməsəydi kişini diri-diri dəfn edəcəkdilər. Hadisə Bərdə rayonunda qeydə alınıb. Dəfn mərasimi üçün çağırılan molla yaşlı kişinin ölmədiyini müəyyən edib və bu barədə onun övladlarına xəbər verib. Xəstəxanaya aparılan 80 yaşlı kişinin əvvəlcə döyüldüyü, sonra isə ütü ilə yandırıldığı da məlum olub. Hadisəni törətməkdə şübhəli bilinən isə elə yaşlı kişinin həyat yoldaşıdır. Ötən gün Bərdə rayonunun Gərinə kəndində Serbiya Səfərova 80 yaşlı həyat yoldaşı Hidayət Səfərovun öldüyünü deyib dəfn etmək üçün molla çağırıb. Kişinin ölmədiyini görən molla bu barədə onun birinci həyat yoldaşından olan övladlarına xəbər verib. Övladları ağıl yaşlı Hidayət Səfərovu xəstəxanaya çatdırıldılar. Xəstəxanada məlum olub ki, Serbiya əvvəlcə ərini döyüb, sonra isə ütü ilə yandırıb. Ütü ilə yandırılıb. Bunu molla gətirib Quran oxuturub bastırmaq istəyirmişdir. Ona gəlib Quran oxuyan molla bir zaddır. Bizə xəbər verdi ki, atanız bu vəziyyətdədir. Bir aydır. Atama nə yemək verir, nə su verir, nə çay verir. Heç birimiz yanında qalmırıq qadınım.